Salam Azərbaycan xalqı, salam Azərbaycan musiqisinə dəyər verənlər və onu düzgün şəkildə ifa edənlər. Bu videonu çəkməkdə bir məqsədim var. Mən bugünə görə, nə şəraitimə görə, nə fəxri ada görə, nə başqa titula görə heç bir zaman bizim ölkə başçımıza müraciət eləməmişəm. Amma bugün məcburam. Efirlərdə olan bugünkü vəziyyətə görə bu bizi uçuruma aparır. Buna bizim xalqımız, qonşu xalqlarımız, qardaş Türkiyə dövlətinin musiqiçiləri, sənət adamları da baxırlar. Və mənə də dəfələrlə bunu deyiblər Azərbaycan musiqisinə ləkə gətirən insanlar haqqında. Mən müraciət etmək istəyirəm. Çox hörmətli cənab prezidentimiz İlham Əliyev, vitse-prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyevaya və mədəniyyət nazirimiz Adil Kərimliyə. Mən sizə bugünə qədər heç bir titula görə, heç bir fəxrada görə müraciət eləməmişəm. İnşallah ki, nə vaxtsa qismət olar. Olmazsa da mənə xoşdur. Bugünkü gün qalib ölkənin vətəndaşı olmaq mənim üçün bütün titullardan üstündür. Allah sizdən razı olsun ki, hər zaman sənətçilərə və sənətkarlara dəyər vermişsiniz. Müraciətim ondan ibarətdir ki, çox xahiş edirəm sizdən. Bugünkü efirlərdə olan, verilişlərdə olan bu biabırçılıqlara bir əncam qılasınız. Bəlkə sizin qarşınıza çıxmayıb, amma bütün Azərbaycan sənətkarları artıq beziblər. Bu bir biabırçılıqdır. Bütün verilişlərdə, bütün veriliş deməzdim, 90% verilişlərdə ancaq ailələrin hansısa oxuyanın ailəsinin dağılmağından üzr istəyirəm çox dönə-dönə. Həyat yoldaşı ilə biri corab giyindirməkdən, biri bədən şəkilləndirməkdən, biri bədəni haqqında çox biabırçılıqlar baş verir. Və mən bütün sənətkarlara müraciət edirəm. Siz də mənim kimi, bir Azərbaycan vətəndaşı kimi, bir sənətkar kimi, bir musiqiçi kimi, əməkdar artistlər, xalq artistləri, şərəf ordenli, şöhrət ordenli, daha bilmirəm nələr, bunu sizə dövlət verib, bunu sizə cənab prezident verib və siz də Azərbaycan musiqisinə qulluq edirsiniz, Azərbaycan musiqisini göylərə qaldırırsınız. Allah sizdən razı olsun. Ancaq bu müraciəti siz də edin və çox xahiş edirəm ki, cənab prezidentimiz, Mehriban xanım bununla ciddi məşğul olun. Biz bu biabırçılıqdan qurtulmaq istəyirik. Bir musiqiçi kimi, bir incəsənət adamı kimi, bir sənətçi kimi çox xahiş edirəm sizdən. Heç bir kanalı açıb evladımızı əyləşdirib o verilişə baxdıra bilmirik və yaxud da özümüz baxanda xəcalət çəkirik. Yalnız tərbiyəsizliklər, yalnız əxlaqsızlıqlar bugünkü gündə səhər verilişlərinə baxsaz, siz görərsiniz. Bir çox kanallarda, yaxşı verilişlərdə təbii ki var, onu demirəm. Amma açıb baxsaz görərsiniz ki, çox